Bizim ailədə belədir ya. Yanındadırsa. Mən oğul böyütmüşəm. Ay sağ ol. 30 il. Başa düşmədim. Elə bilmənəm, bax ha. Bir stəkan Ay çay sağ ol. gəlin mənim qabağıma qoymağa mən layiq deyirəm. Nətər? Ha vallahi. Mən əziyyət Nedirəm çəkib o o tər gəlin? oğul verirəm. Qoy. Mütləq. Bizim ailədə belədir ya. Yanındadırsa. Nətər? Mən oğul böyütmüşəm. Ay sağ ol. 30 il. Başa düşmədim. Elə bilmənəm, bax ha. Bir stəkan Ay çay sağ ol. gəlin mənim qabağıma qoymağa mən layiq deyirəm. Nətər? Ha vallahi. Mən əziyyət Nedirəm çəkib o o tər gəlin? oğul verirəm. Qoy. Mütləq olmalıdır bu. Dağıdalarlar. Bir göstər əksinə Bu nə demək? Yox, bu Köylü xanımın baxış pəncərəsi var. Bəli. Mənim baxış pəncərəm var. Yox, mən hər dəqiqə elə gözləməyəcəm, mənə gəlin. Amma yəni. verməlidir. Amma bir diqqət göstərməlidir. Necə müraciət eləməlidir Köylü xanıma? Əslində mən bu yaşa çatmışam. Kimsə mənə evdə, yəni yox, mən sevmirəm də onu. Mən özüm üçün çay süzməyi, qulluğu sevirəm. Vallahi heç bir